Akif İslamzadə mən kiməm sualına necə cavab verərdi? Mən kiməm? O biraz çətin sual. Mən Akif İslamzadəyəm. Veya dedim Özünüzlə, Qədiroğlu. insan, bilirsiniz nə mənada soruşuram? İnsan özünlə tək qalanda özünün kimliyini daha dolğun bilir. 73 ildə bir ömür yolu keçmisiniz. Bax, ona nəzər salanda Akif İslamzadə mən kiməm sualına necə cavab verərdi? O qədərmi çətindir? Akif İslamzadə bir neçə tezislər deyəcəyim. Buyurun. Akif İslamzadə onun dini, onun milləti, onun şəxsiyyəti və dostları toxunulmazdı. Akif İslamzadə budur. O ilə də bahəm Akif İslamzadə unikal deyil. Yanlışları, doğruları, düzləri, səhvləri ilə Səhvləri ilə insan həyatı yaşayıb.